Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Xoş gördük sizləri. Məştəqanın mərkəzinə yaxın, belə deyək, Notariusa və Məmmədiyarova yaxın bir ərazidə 3 sot torpaq sahəsinin üzərində bax belə bir mükəmməl 2 mərtəbəli həyət evimiz çıxıb. Allah hər kəsin malına, mülkünə bərəkət versin inşallah. Evin torpağın çıxarışı var, sənəd. Kupçada həm qeydiyyata düşmək olur, həm ipoteka üçün yararlıdır. Aşağı hissəsində otaqlar var, sadəcə hazır deyil. Yuxarı hissəsi tam hazır bir vəziyyətdə bir zal, 3 yataq, bir mətbəx, bir sanuzeldən ibarətdir. Aşağı hissəsində qaraj və otaqlara keçid və kombinin yeri nəzərdə tutulub. İnşallah qaraj hissəsindən sizlərə təqdim edək, həyəti təqdim edək və sonra keçir evin içərisinin təqdimatına. İlkin olaraq qiymət 155 min manatdır. Real müştəri, reallıq olarsa, inşallah qiymətində də normal endirim olunacaq. Həyətin giriş hissəsini sizlərə təqdim edək və işıqlandırmasını sizlərə tam bir şəkildə təqdim edək və sonra keçid edək evin içərisinin təqdimatına. İkinci mərtəbədə isə bir zal, 3 yataq, bir mətbəx, bir sanuzeldən ibarətdir. Ev tamamilə istipoldur. Və evin fikir verirsiniz, tam bir ətrafını fırlanmaq olur. Və keçək evin içərisinin təqdimatına inşallah. Və evin içərisini sizlərə təqdim edək. Ev tamamilə qeyd etdiyimiz kimi istipoldan ibarətdir. Burada gördüyünüz kimi zal hissəsi nəzərdə tutulub. Zal hissəsini sizlərə təqdim edək və keçid edək yataq otaqlarının təqdimatına. Bu bir yataq otağımızdır. Bu ikinci yataq otağımızdır. Bu üçüncü yataq otağımızdır. Keçək mətbəxin təqdimatına. Mətbəx də demək olar ki, tam hazır bir vəziyyətdədir. Bu isə mətbəxidir. Və sanuzel hissəsini sizlərə təqdim edək inşallah. Sanuzel hissəsi demək olar ki, hazır bir vəziyyətdə. Evdə qeyd etdiyimiz kimi istipoldur və sanuzeldə istipoldur. Aksesuarlar quraşdırılır, veriləcək. Dəyərli izləyicilərimiz, qeyd etdiyimiz kimi Məştəqanın tam mərkəzinə Məmmədiyarova və Notariusa yaxın 3 sot torpaq sahəsinin üzərində inşa edilib 2 mərtəbəlidir. Evin torpağın çıxarışı var. Həm qeydiyyata düşmək olur, həm ipoteka üçün yararlıdır. Birinci mərtəbədə tam hazır, ikinci mərtəbə